Siyasətin izahlı lüğəti efirdədir. Bugün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək. Milli Məclisin İntizam Komissiyası hansı fəaliyyəti həyata keçirir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Milli Məclisin İntizam Komissiyası parlament üzvlərinin davranış qaydalarına riayət edilməsini təmin edən orqandır. Bu komissiya deputatların fəaliyyətində etik və hüquqi prinsiplərin qorunmasını nəzarətdə saxlayır. Komissiyanın əsas vəzifəsi deputatların intizam qaydalarını pozduğu hallarda müvafiq araşdırmalar aparmaq və tədbirlər görməkdir. İntizam komissiyası deputatların parlamentin daxili nizamnaməsinə uyğun olmayan davranışlarını araşdırır və onların fəaliyyətinin qanun çərçivəsində aparılmasını təmin edir. Əgər deputat etik normaları və ya qanunları pozarsa, komissiya töhmət vermək, xəbərdarlıq etmək və ya məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması üçün tədbirlər tövsiyə edə bilər. Məsələn, Azərbaycan Milli Məclisi İntizam Komissiyası parlamentin şəffaflığı və ictimaiyyət arasında hesabatlığı üçün vacib bir mexanizmdir. Məsələn, komissiya bəzi hallarda deputatların plenar iclaslarda qeyri-etik ifadələr işlətməsi ilə bağlı tədbirlər görmüşdür. Bu parlamentin nüfuzunu qorumaq və qanunvericilik prosesini daha nizamlı etmək məqsədini daşıyır.